ədəbi prosesin, onun inkişaf qanuna uyğunluqlarının və formalaşma yollarının dərindən araşdırılması ədəbiyyatşünaslığın fundamental vəzifələrindən biridir. Bu kontekstdə professor Cahangir Məmmədlinin 60-cılar nəsrinin poetikası adlı monoqrafiyası Azərbaycan ədəbiyyatşünaslığı üçün dəyərli bir töhfədir. Bu əsər 20-ci əsrin 60-cı illərində Azərbaycan ədəbiyyatında baş verən keyfiyyət dəyişikliklərini, nəsr janrında müşahidə olunan yenilikləri və bu dövrün əsas yaradıcı simalarının bədii dünyasını elmi ciddiyyətlə araşdırır. Professor Cahangir Məmmədlinin bir ay öncə çapdan çıxan 60-cılar poetikasının Nəsri adlı monoqrafiyası ədəbiyyatşünaslıq aləmində böyük maraqla qarşılanıb. Bu əsər 20-ci əsrin 60-cı illər Azərbaycan ədəbiyyatının nəsrindəki əsas xüsusiyyətləri, bu dövrün aparıcı yazıçıları və onların yaradıcılığını dərindən təhlil edir. Məmmədlinin monoqrafiyası 60-cılar nəsrinə xas olan realizm, milli kimlik axtarışları, sosial problemlərə həssas yanaşma və dildəki yenilikləri sistemli şəkildə araşdırır. Müəllif bu dövrün ədəbi proseslərini geniş kontekstdə, tarixi, ictimai və mədəni hadisələrlə əlaqələndirərək təqdim edir. O dövrün əsas nəsr janrları, hekayə, povest və romanların inkişaf yollarını izləyir, onların üslubi və ideya məzmun xüsusiyyətlərini dəqiq təhlil edir. 60-cılar sözü Rus ədəbiyyatında meydana gəlib. 1760-cılar çox qəribədir ki, hamısı 60-cı illərə düşüb. 1760-cılar, 1860-cılar, 1960-cılar. Bizdə də Azərbaycanda 1860-cılar Mirzə Fətəli dövrü var, amma 1960-cılar artıq Azərbaycan ədəbiyyatının fenomen şəxsiyyətləridir. Sovet ideoloji sistemində bədii ədəbiyyata, publisistikaya o qədər qadağalar qoyurdu. Oğuldun sən elə sənətkar olmalısan, elə onu da keçə bilməlisən. O, Xudu Məmmədov, böyük alimimiz Xudu Məmmədovun bir sözü var. Deyirdi ki, senzuranı o qədər də pisləməyin. Çünki senzura olanda yazıcılar format axtarırlar. Oradan necə keçsinlər, gözəl formalar. Məsələn, Anarın Yaxşı Padişahın Nağılı adlı bir povesti var. 1970-ci illərin əvvəllərində yazıb, cavan vaxtı yazıb. Bircə sətrin deyirəm onu sizə. Deyir, belə başlayır povest. Biri vardı, biri yoxudu, Çilistan adlı bir ölkə vardı. İndi senzor bunu tuta bilmir, özdə senzorlar savadsız olurdular. O necə tutsun ki, burada Çilistan sözü tərsinə oxuyanda İliç olur. Çili, İliç. Əslində bu deyir, biri vardı, biri yoxudu, İliç adlı bir ölkə vardı. Axı, Sovet ölkəsinə, Sovet dövlətinə Lenin ölkəsi, Vladimir İliç Lenin ölkəsi deyirdilər. Anar haqqında yazıda povestin adını çəkməyə qorxurduq ki, Anarı incidərlər. O dərəcədə yeni ədəbiyyatıdır. Elçin gəldi ədəbiyyata, yeni ədəbi formalarla, yeni povestlərlə falan. Bax, bu mənada 1960-cılar qəfildən gəldilər hakimiyyətə və mən də tələbə idim. Mən 64-cü ilin tələbəsiyəm, 68-də qutarmışam. O dövrün yazıçıları elə bil hamısı mənim xatirələrimdə, yəni o dövrün xatirələri ilə bağlı. Və birdən fikirləşdim ki, bunlarla bağlı bütöv bir monoqrafiya yazmaq lazımdır. Beləliklə, bu kitab 60-cılar nəsrinin poetikası ortaya çıxdı və etiraf edeyim ki, bu mənim ən sevimli kitablarımdan biridir. Professor Məmmədli əsərində həm Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev kimi klassiklərin 60-cılar nəslinin formalaşmasındakı rolunu, həm də Anar, Elçin, İsa Muğanna kimi dövrün aparıcı simalarını, yaradıcılığını ətraflı şəkildə işıqlandırır. Monoqrafiyada onların əsərlərindəki psixoloji dərinliklər, obrazların inkişafı, bədii təsvir vasitələri və dilin ifadəsi kimi məqamlar xüsusi vurğulanır. Azərbaycan ədəbiyyatında Anardır, Elçindir, Mövlud Süleymanlıdır, Sabir Azəridir. Bütöv bunların amma klassikaya söykənib gəldilər də. Kitabdakı müəlliflər adını çəkdiyim Anardır, Elçindir, Sabir Azəridir, İsa Muğanna. İsa Muğanna elə bəlkə bunların birinci ortada olanıdır. Bir çox yazıçılar ortaya çıxır. Niyə mən? Burada şairlər yoxdur. Ancaq nəsrdən danışıram. Amma Rəsulullah vardır. Rəsulullah bir balaca şeir yazmışdı. Görün, senzuradan necə keçir. Deyir, bir böyük məclisə
4 iti yazan qız çağırdılar. Biri yazdı, üçü əsnədi, biri yazdı, üçü əsnədi. Bu faciə deyil, əsnədi. 4 sətirlik bir şeydə demək istəyir ki, Sovet hökuməti deyirdi ki, sizə bütün millətlərə azadlıq veririk. Hər kəs öz dilində danışacaq. Kim istəyir öz dilində danışsın. O böyük məclis də qurultaydı məsələn. Gəlirlər, qızlar otururlar, 4-ü, Rusca, Azərbaycanca, Gürcücə, nə bilmə, lap ermənicə filan. Amma bir dildə danışır hamı. Rus dilində bir qız yazır, qalanı susur. Bunu necə verirdi? Deməli, bir məclisə 4 qız çağırdılar. Biri yazdı, üçü əsnədi. Yazıçılarda da belə oldu. 60-cılar poetikasının nəsri təkcə ədəbiyyatşünaslar və tədqiqatçılar üçün deyil, həm də 1960-cı illər Azərbaycan ədəbiyyatına maraq duyan geniş oxucu kütləsi üçün dəyərli bir mənbədir. Əsər o dövrün ədəbi mənzərəsini dolğun şəkildə canlandırır və gələcək tədqiqatlar üçün möhkəm zəmin yaradır. 60-cı illər Azərbaycan ədəbiyyatı, xüsusilə də nəsri, cəmiyyətdə baş verən sosial-siyasi dəyişikliklərlə sıx əlaqədə inkişaf etmiş, yeni ideyaların, bədii axtarışların və fərqli üslubların meydana çıxdığı bir dövr olub. Bu dövrün yazıçıları təkcə formaca deyil, həm də məzmunca yeni mövzulara, insan psixologiyasının dərin qatlarına, milli mənəvi dəyərlərin fəlsəfi təhlilinə yönəliblər. Məhz bu səbəbdən 60-cılar nəsri özünə məxsus poetikası ilə seçilir. Müharibə dövrünün deməli xarakteri ilə bağlı İsa Hüseynovun, İsa Moğanlanın məsələn povestlərin hamısı son dərəcə bir məktəbdir. Sonra gəlir Anar, gəlir Elçin. Niyə mən bu ikisinin adını çox çəkirəm? Çünki bunları vururdular. Əvvəlki nəsil Sovet ideologiyasına söykənən ədəbiyyat, onun müəllifləri bunları vururdular. Və deyirdilər ki, sizə qayğı göstəririk, sizə yol göstəririk filan, amma siz onu yaxşı başa düşmürsünüz. Onda Rəsulullah məcbur oldu, bir yazı yazdı. Böyük bir məqalədir, indiki kimi yadımdadır. Qayğı sözü və qayğı özü. Bu gözəl bir sərlövhə-dir. Deyirdi ki, qayğı sözündən danışırsınız, amma qayğının özü yoxdur axı bunlara. Bunlar amma açığın deyirlər, o tənqidə, o nətər deyirlər, o nahaq tənqidə qarşı da heç özləri dinmədilər və böyük bir ədəbiyyat yaratdılar. Azərbaycan ədəbiyyatında 60-cılar tarixə düşdü. 1960-1990-cı illər. Bu kitab orada, bu illəri götürmüşəm mən, 1960-90-cı illər. Orada elə ədəbi növlər var. Məsələn, Elçinin Dolça povesti var. Deməli, Mövludun Dəyirman povesti var. O povestlərin hamısı sözün həqiqi mənasında vurula bilərdi, məhv ola bilərdi. Amma bir şey də var. 1969-cu ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldi. O hakimiyyətə gələndən sonra xeyli dərəcədə bu yazıçıları müdafiə elədi. Himayəsinə götürdü. Düzdür, bəzən çox çətin olurdu. Amma bilirdilər ki, Moskvada bilirdilər, Heydər Əliyev deyirsə ki, olmaz, olmazsa olmaz. Bax, belə bir şey vardı. Ona görə də o 60-cılar məktəbinə görə həm də elə hakimiyyətdə, baş hakimiyyətdə olan Heydər Əliyevə də minnətdar olmaq lazımdır. Tənqid ortaya çıxdı. O dövrün ədəbiyyatı ilə bağlı ədəbi tənqid ortaya çıxdı. Orada Qulu Xəlilov kimi, Yaşar Qarayev kimi, Akif Hüseynov kimi tənqidçilər çıxdılar ortaya. Bax, bu nəslin özü də 60-cılar nəslindən yetişən tənqidçilər bu ədəbiyyatı müdafiə elədilər. O ədəbiyyat elə müdafiə olundu ki, bugün həmin ədəbiyyat Azərbaycan bədii fikrində bütöv bir məktəb siması daşıyır. 60-cılar nəsrinin poetikası monoqrafiyası təkcə bir dövrün ədəbi mənzərəsini işıqlandırmır, həm də ədəbi irsin gələcək nəsillərə ötürülməsi və daha dərindən anlaşılması üçün möhkəm bir təməl yaradır. Bu, əsər ədəbiyyatşünaslar, tələbələr və Azərbaycan ədəbiyyatına maraq göstərən hər kəs üçün qiymətli bir mənbə olacağına şübhə yoxdur.